Hə, elektronikada mükəmməl deyilən bir şey ümumiyyətlə mövcuddur. Gəlin belə deyək, bugün biz məhz bu mifin arxasındakı real bir konsepsiyaya başvuracağıq. İdeal op-amp'a. Bir anlıq təsəvvür eləyin. Əlinizdə elə bir imkan var ki, istənilən elektron cihazı sıfır qüsurla, yəni tam mükəmməl şəkildə dizayn edə bilərsiniz. Qulağa fantastik gəlir, elə bilmi? Amma baxın, bu elektronika mühəndislərinin hər gün üzərində düşündüyü bir şeydir. Gəlin görək bu nə deməkdir. Deməli, bugün nəyə baxacaq? Əvvəlcə op-amp nədir ümumiyyətlə? Sonra ideal op-amp ilə real op-amp arasındakı fərqləri görəcəyik. Ardınca bu mükəmməlliyin 5 qızıl qaydasını öyrənəcəyik. O məşhur sonsuzluq və sıfır anlayışlarına da toxunacağıq və sonda bütün bu nəzəriyyənin real həyatda niyə bu qədər önəmli olduğunu aydınlaşdıracaq. Belə, hazırsınızsa başlayaq. Yaxşı, ideal bir şeydən danışmazdan əvvəl gəlin onun real dünyadakı prototipinə baxaq. Yəni, əməliyyat gücləndiricisi ya da daha çox bildiyimiz adıyla op-amp nədir? Ən sadə dillə desək, op-ampın işi budur. O, çox kiçik bir gərginlik siqnalını alır və onu qat-qat böyüdür. Bu qədər sadə. Burada ağla bir sual gəlir. Əgər real op-amplar onsuz da varsa, biz niyə oturub nəzəri, yəni ideal bir model haqqında danışırıq? Cavab əslində çox sadədir. İşləri asanlaşdırmaq üçün. Mühəndislər real dünyanın o bütün kiçik, xırda qüsurları ilə boğuşmadan dövrəni dizayn etməyə başlamaq üçün təmiz, mükəmməl bir başlanğıc nöqtəsinə ehtiyac duyurlar. Bunu belə düşünün. İdeal op-amp bir memarın çəkdiyi mükəmməl bir bina layihəsi kimidir. Hə, biz bilirik ki, real bina heç vaxt o layihə kimi %100 mükəmməl olmayacaq. Amma o layihə olmadan inşaata başlamaq da mümkün deyil. Elə deyilmi? Bax, ideal op-amp da mühəndislər üçün məhz belə bir başlanğıc nöqtəsi, bir hədəf rolunu oynayır. Yaxşı, bəs bu nəzəri op-amp'i bu qədər mükəmməl edən nədir? Nədir onu xüsusi edən? Gəlin belə deyək. Onun real dünyada heç bir komponentdə olmayan 5 dənə super gücü var. Baxın bu cədvələ. Burada həqiqətən də maraqlı olan bir şey var. Mükəmməlliyin resepti sanki budur. Bəzi şeylər sonsuz olmalıdır, bəzi şeylər isə mütləq sıfır. Arası yoxdur. Ya sonsuzluq, ya da heç nə. Bu tərif əslində ən vacib 3 xüsusiyyəti bir araya yığır. Amma gəlin işi daha da dərinləşdirək və bu 5 super gücün hər birinin pərdə arxasında nə demək olduğuna ayrı-ayrılıqda baxaq. Birinci qayda. Sonsuz açıq dövrə güclənməsi. Bunun mənası nədir? O deməkdir ki, nə qədər kiçik olursa olsun, bir siqnalı alıb sonsuz dərəcədə gücləndirə bilər. Limiti yoxdur, sərhəd tanımır. İkinci super güc, sonsuz giriş müqaviməti. Bax bu, onu mükəmməl bir casusa çevirir. Təsəvvür edin, dövrədəki gərginliyi dinləyir, amma bunu edərkən dövrədən bir zərrə qədər də cəryan çəkmir. Yəni, müşahidə etdiyi şeyə heç bir şəkildə müdaxilə etmir. Üçüncüsü, sıfır çıxış müqaviməti. Bu da o deməkdir ki, gücləndirdiyi o siqnalı dövrənin növbəti mərhələsinə ötürərkən yolda heç bir enerji itirmir. Sanki sürtünməsiz bir yolla hərəkət edir, tam səmərəliliklə. Dördüncü qayda sonsuz band genişliyi. Yəni, onun üçün fərqi yoxdur. Siqnal istəyir çox yavaş olsun, istəyir inanılmaz dərəcədə sürətli. Hər tezlikdə eyni mükəmməlliklə işləyir. Heç nəyə çata bilmirəm demir. Və nihayət, 5-ci super güc, sıfır offset gərginliyi. Bunun mənası budur, əgər hər iki girişinə eyni siqnal versəniz, çıxışda dəqiq olaraq sıfır görərsiniz. Artıq əskik heç nə. Daxili səhvlər, qeyri-dəqiqliklər yoxdur. Mükəmməl dəqiqlik. Yaxşı. Bu 5 qaydanın içində 2 dənə açar söz var. Sonsuzluq və sıfır. Bütün ideal op-amp konsepsiyası məhz bu 2 ifrat ucun üzərində qurulub. İndi gəlin biraz daha dərinə gedək və görək bu 2 anlayış bu qədər güclü bir nəzəri aləti necə yaradır. Gəlin məsələni daha aydın başa düşmək üçün 2 müqavimət qaydasına fokuslanaq. Çünki bu ikisi ideal op-ampın nə olduğunu mükəmməl şəkildə izah edir. Deməli, ideal giriş müqaviməti nədir? Sonsuz, sanki qarşınızda keçilməz bir divar var. Heç bir cərəyanın içəri girməsinə icazə vermir. Bunun nəticəsi nədir? Məntiq çox sadədir. Əgər müqavimət sonsuzdursa, yəni keçilməz bir divardırsa, o zaman cəryan nə qədər olacaq? Təbii ki, sıfır. Heç bir cəryan o divarı keçə bilməz. İndi gələk bunun tam tərs qütbünə. İdeal çıxış müqaviməti. O isə sıfırdır. Sanki siqnalın çıxması üçün heç bir maneəsi olmayan, tamamilə hamar, sürtünməsiz bir şosсе yolu kimidir. Yaxşı, gəldik əsas suala. Əlimizdə əslində təbiətdə mövcud olmayan, mükəmməl, hətta deyərdik ki, bir növ mifoloji bir komponent var. Bəs real dünyada bunun bizə nə faydası var? Bizi niyə maraqlandırmalıdır ki? Baxın, əsas məsələ budur. İdeal op-amp hər şeydən əvvəl bir sadələşdirmə alətidir.
mühəndislərə, tələbələrə imkan verir ki, real dünyanın o mürəkkəb, qarışıq riyaziyyatında itib batmadan bir dövrənin ümumiyyətlə necə işlədiyini, təməl davranışını anlasınlar. Yəni o, nəzəriyyə ilə praktika arasında bir körpü rolunu oynayır. Beləliklə, bu nəzəri mif mühəndislərə hədəfləmələri üçün səmada parlaq bir ulduz verir və məhz o mükəmməllik ulduzuna çatmağa çalışaraq biz bir gün gündəlik həyatımızda istifadə etdiyimiz o heyrətamiz real texnologiyaları yaradırıq. Deməli, bəzən ən real kəşflər əlçatmaz görünən bir mifə doğru atılan addımla başlayır.